Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Günə bax verilişinin adından istifadə edərək müğənnilərin aldadılması halları baş verib. Demokratas xəbər verir ki, verilişin aparıcısı İlqar Mikayıloğlu'nun sözlərinə görə verilişlə əlaqəsi olmayan, daha əvvəl proqramda çalışmış keçmiş əməkdaş Ruslan adlı şəxsin adından istifadə edən kimsə müğənnilərlə əlaqə saxlayaraq onlara efirə çıxmaq vədi ilə pul alıb. Aldadılan müğənniyə ayın 4-ü üçün efirə çıxış və anons adı ilə 100 manat qarşılığında söz verilib. Lakin vəziyyətdən şübhələnən sənətçi əlaqəni kəsib və Alibi TV ilə əlaqə saxlayaraq baş verənləri çatdırıb. Bütün yazışmaları təqdim edib.